زیر پرچم پانتورکیسم. چرا؟ چون اینقدر پوز پانتورکیسم اینا بدن. اردوغان که اصلا اجدادش یهودی ان. از اون طرف هم که پانتورکا اونورو میخوان، پان عرب‌ها و پان کردام اونورو میخوان، دیگه هیچی دیگه ما میمونیم و یه مقدار کبیر وسط ایران. به جای که بگیم ما همه ایرانی هستیم، داریم اونجا بحث قبیله گرایی برای ما مطرح می‌کنیم. مرد که قبیله گرایی پان گوشتراست. Salamlar və saygılar Qaradağ Səsi səhifəsinin əziz və hörmətli izləyicilərinə. Pan vəhdət və birlik anlamındadır. Pantürkizm də bir düşüncə və bir təfəkkürdür. Pantürkizm düşüncəsi dünyanın bütün türklərinin bir ölkə təşkil edib bir bayrağın altında yaşamasını arzu etməkdir. Əlbəttə bu ittihad türkçülüyü əsas götürür. Bu düşüncə türklərin dilinə, mədəniyyətinə, tarixinə və başqa müştərək özəlliklərinə əhəmiyyət verir. Tüm türk məmləkətləri hamısı müsəlmandır. Türkçülük və pantürkizm İslamın əleyhinə deyil. Üç müəllifə türkçülük, müsəlmançılıq və müasirlik türkçülük təfəkkürünün əczası hesab olunur. Pəs dünyanın bütün türkləri bu üç özəllik əsasında müttəhid ola bilərlər. Amma bu müəllifələrin ən önəmlisi türk dili, mədəniyyəti və tarixidir. Əslində pantürk olmaq pis bir düşüncə deyil, çox da gözəldir. Amma bu əqidəyə əməl olursa bu keşvərlər təcziyə olar. İran, Rusiya, Çin, Əfqanistan, Əraq, Suriya, Bulqaristan. Buna görə bu keşvərlər pantürkizmi pis bir əqidə kimi təbliğ edirlər. Pan pis olsaydı, pan-İranist hezbi niyə azadana fəaliyyət edir? Niyə onları pis silvə vermirlər? Halbuki pantürklər türklərin birləşməsini istəyirlər. Amma pan-İranistlər İranda yaşayan millətləri, ən azı 5-6 milləti asimilə edib, əridib, hamısını öz istədikləri meqarlara uyğunlaşdırmaq istəyirlər. Məsələn, pan-ərəbizmi nəzərə alaq. Təsəvvür edin, dünyanın bütün ərəbləri bir məmləkət təşkil edib, bir bayraqları, bir hökumətləri və bir dövlətləri olsaydı, görün nə qədər sərvət və qüdrət və əzəmət sahibi olardılar. O zaman məgər İsrail Filistinə, ya Lübnana, ya Suriyə zülm edə bilərdi? Ya əgər türk ölkələri birləşsəydi, məgər Ermənistan Qarabağı işğal edə bilərdi və 33 il onu işğal altında saxlaya bilərdi? Elə istimari ölkələr də türklərin və ərəblərin və hətta müsəlmanların ittihadından qorxurlar. Buna görə pan düşüncəsi ilə düşmandılar. Ona görə Türkiyə ilə Azərbaycanın arasında, Azərbaycanın torpaqlarında Ermənistanı yaratdılar. Ona görə 27-28 ərəb ölkəsi var. Ona görə türkləri Qəzza, Qırğız, Türkmən, Özbək və Azərbaycan adı ilə 5 yerə bölüblər. Məgər müsəlmanlar müttəhid olsaydı, Amerika onların gözünü piləyə bilərdi. Bəli qardaş, pan-türkizm türklərin birlici, pan-ərəbizm ərəblərin birlici, pan-islavizm İslav dilli millətlərin birlicidir. Amma pan-İranizm kimlərin birlicidir? Farslar, türklər, ərəblər, kürdlər və bəluçların. Yəni, pan-İranizm bir-birini tanımayan və müxtəlif millətləri birləşdirmək çabasıdır. Eyni millətlərin oğladlarını birləşdirmək pis işdir, amma müxtəlif millətləri birləşdirmək yaxşıdırmı? Müstəmləkəçi şovinistlər öz yanlışlarını bizə doğru adına qəbul etdir. Bizim doğru işi çox pis göstərmək istəyirlər. Elə buna görə yaşasın pantürkizm